Bizim ki bu uşaqlardan başqa heç kəsimiz yoxdur, qardaş. Bu şirkət filan da onların əlinə düşməlidir. Mən Hamidə görə hər iş görərəm. Sən elə bilirsən ki, adamlar belə asanlıqda dəyişirlər. Mən dəyişmək istəmirəm. Ona oxşamaq istəyirəm. Ailənlə danış. Biz həftənin axırı gələcək. İş, zavod, ev, hər nə varsa. Mənimdir. Hamid əgər bunlara sağolmaq istəyirsə, özü əldə eləməlidir. Narahat olma qızım. Əgər xeyirli və sənin üçün məsləhət olsa, hər şey düzələcək. Bu qədər danışdılar, qapımıza daş atdılar, təhqir elədilər. Hamidimi də narahat elədim. Belə olmağını istəmirdim. Əgər xeyrimizə və məsləhətimizə olsa hər şey düzələcək. Öhdəlik şirkətidir. Bu sənədlərin təəhhüdü var, ha? Leylanı polis bölməsinə Niyə? apardılar. Nə üçün? Nə oldu? Bilmirəm, atasının borclarının altında onun imzası vardı. Her şeyden daha çok hansı hissin var? Yani özün tek olanda vücudunda ne hisseliyirsen? Darıxmaq. Darıxmaq qəribə şeydir. Sanki ölmək istəyirsən, ancaq ölmürsən. Hər şeydən daha çox Hamid üçün darıxıram. Hər nə fikirləşirəm olmadığı vaxt nə vaxtı yadıma gəlmir. Hamiddən qabağa hər nə fikirləşirəm yadıma gəlmir. Sanki dünyaya gələnə mənimlə olub. Hamid üçün darıxıram. Çox. Onun üçün çox darıxıram. Məsələn, bütün çekləri qaydı. Bütün çeklər qaydı. Özüdür. Bunlardılar. Bəli, cənab. Salam aleyküm. Aleyküm salam. Ne olub, ne baş verib burada? Cənab kapitan, həmin bu xanımdır, Leyla Şərifi. Ne yani bu xanımdır, dayan görüm. Siz mənimlə danışın. Həbs eləmək hökmü varımızdır. Yaxşı. Hansı qanun qızı atasının həbs olunmaq hökmü ilə aparır? Bütün bu sənədlər bu xanımın adınadır. Çox yaxşı. Bu da imzaları. Bax. Xanım Leyla Şərifinin adına. Bu da təəhhüd verdikləri. Cənab kapitan, nəyi gözləyirsiniz? Ata-anası bütün yaxınları ölüb, indi qəbristanlıqdan Polis gəlir. bölməsinə gəlin, məlum olar. Orada sizə izah eləyərlər. Cənab Siz kapitan, gedin, mən aparın. özüm onu gətirirəm. Cənab kapitan, mən özüm onu gətirirəm. Biz haqqımızı istəyirik. Zorla pul almaq istəmirik Bilin ki, siz mənimlə tərəfsiz. Gözləyin, mən özüm gətirərəm. İcazə verin hacı, siz aparın. Bizim hökmümüz var hacağa. Əgər sözünüz də varsa polis bölməsinə gəlin.
İcazənizlə. Gedək. Gedək. Salam. Salam. Buyur. Bu qızın bu məsələlərin heç birindən xəbəri yoxdur. Tərəfdaşlıq şirkətidir cənab Tehrani. Tərəfdaşlıq şirkətinin özünə məxsus qanunları var. Tərəfdaşlıq nə bilir bu uşaq? Axır ki veksel və sənəd imzalayıb da. Gərək cavabdeh olsun. Mənim gəlinim başqa şeylərin əvəzini verir. Bu borclara səbəb olanlar özlərini bir yerdə gizlədiblər, bir də adamı qabağa salıblar ki, gəlib bu qızı incitsinlər. Siz bu məsələni lütfən hakimə deyin. Hansı sənədlə? Demirlər bəyəm hər şey Leylanın adınadır. Bunu daha məhkəmə orqanları müəyyən eləyir. Sabah məhkəməyə göndəriləcək. İnşallah ədalət yerini tutar. Mən sabah onun üçün yaxşı bir vəkil tutacağım. Bu axşam qoyun gəlsin evə. Üzr istəyirəm. O hələlik saxlanılıb. Doğrudan da əgər bir şey eləyə bilsəydim, mütləq sizin üçün eləyərdim. Bəs mən bu gecəni burada qalacağım. Gəl yeməyini ye. İştaham yoxdur. Bir loğma yesən boğazının yolu açılar. Gəl. Yemirəm. Demirsən bəyəm süd əmər uşağın var. Canın olmamalıdır. Çıxdın bayra. Uşağına süd verməyəcəksən. Gəl. Sən yaxşı qadınsan. Mənim də bir pisliklərim var idi, yoxsa burada olmazdım. Hər kəsin pisini, yaxşısını Allah bilir. Biz də hər nə eləmişiksə özümüz eləmişik. Əgər heç nə eləməmiş olsaq necə? Əgər başqalarının oduna yanmış olsaq necə? Leyla Şərifi. Məhkəməyə getməliyik. Cənab sizin üçün düzəltməyə çalışır. Bəs biz sizdən xəbər gözləyirik. Sağ olun. Salam. Salam. Məsud. Dünən axşam niyə gəlmədin? Vallahi mənə ehtiyac yox idi. Leyla qərarını vermişdi. Belə şeylərdən olur. Necə olsa sən əmisi oğlusan. Olsaydın yaxşı olardı. İnanmıram ki onlar bir də gəlsinlər. Əminsən? Ha ilə gəldilər, hu ilə getdilər. Zahran getgəllərinin əvvəlidir. Əgər dünən axşamki məsələyə görə bir şey deməyə gəlmisən, hacı, sizə deməliyəm ki... Bura gəlmişəm ki, kişi kimi danışaq. Amma dedim yox. Bəlkəsiz, gərəksiz, ata kimi danışaq. Özümüzə görə yox, uşaqlara görə. Həqiqət elə bunlar idi ki, dedim. Məsud mənim yeganə qardaşım uşağıdır. Və Leylanın ən yaxşı uşaqlıq və indiki dostudur. Bu da ki, belə getdi, buna görə idi. Düz və açıq danışdın, açıq deyirəm. Mən, yəni bütün ailənin fikri Məsuddur. Baxmayaraq ki, aralarında indiyəcən bir şey olmayıb, amma məcbur eləyə bilmərəm. Leyla istəyəndə, yəni istəyir. Qalır mənimlə qardaşımın münasibəti, mən ona borcluyam. Nə vaxt yıxıldım, əlim atıb onun ətəyindən tutdum. Bir dəfə məndən bir şey istədi, ona yox deyə bilmərəm. Yox da, qərar oldu ata kimi danışaq. Qardaş kimi yox. Uşaq ola, uşaqlarımız kimi fikirləşək.
Bir başqası kimi yox. Siz biri yox deməyi tərcih edirsiniz. O zaman ömrünüzün axırınacan qızınızın üzünə gülümsə görəsiniz. Yaxud üzə qalıb məsləhət verirsiniz. Axırda da bütün ömrünüzü vicdan əzabı ilə qızınızın ahı və həsrət ilə keçirirsiniz. Həyatım müamilələrə bağlı boğçaydı. Bir dəfə özüm müamilə elədim. Biri ilə ki, Hamidin dediyi kimi onunla müamilə eləyən heç vaxt zərər çəkməyib. Ancaq elə bil atamla əmim bir-biri ilə başqa bir müamilə eləmişdi. Elə bir müamilə ki, axırında atam mənə zəng elədi. Leyla, zəng elədi həftənin axırı Zaka gedirik. Doğrudan səni sevirəm atam. O günlerden idi ki sanki ömrümden sayılmır. Bir gün içinde büyüyürdü. Deccal yaramaz kız hanım hatun olurdu. Bəs nə oldu qardaş? Hardadılar? Bilmirəm dedilər, yaxınıq. Qoy onlara bir zəng eləyək. Hə, zəng elə. Gəldilər. Salam, salam. Salam əziz. Salam. Yaxşısınız. Hacı. Buyurun, içəridədirlər. Buyurun. Buyurun.
Bağışlayın. Bağışlayın. Hamid, gel. Tamam bu müddətdə Allah'tan bu anı arz eləyirdim. Sənin üçün, bu an üçün darıxmışdım. Doğrudan. Amma siman göstərmir. Darıxanın ki buynuz qulağı yoxdur. Bilirəm. Əgər olsaydı indi mən bir bədheybət idim. Leyla, dayan. Əminsən ki, bu an dəqiqən sənin istədiyin şey deyil? Şübhəm var. Yox. Ancaq daha əmin addım atmaq istəyirdim. İstəmirəm bir gün qayıdıb arxama baxanda... Heç vaxt arxamıza baxmayacağıq. Biz bir-birimiz üçün olmalıyıq. Ta əbədilik. Gedək. İndi bu qapıdan içəri girsək, hər şey qurtarıb, demiş olur. Yox, hər şey təzə başlayır. Gedək. Sən ged içəri, mən gəlim. Yaxşı. Bahırda da yani danışırlar. Əgər biz olsa necə? İndi gəlin. Nəyi demirəm axır. Mən elə bir şey bilmirəm ki, sən özün çox istixar elədin. İndi gəlirlər. İnşallah hər vaxt bəy, gəlin, ailələr hazır oldu. Biz nikah bağlamaq üçün hazırıq. İndi gəlirik qulluğunuza. Sağ olun, qulluğunuzdayıq. Mədəm, atan. Hamidanə. Bahırda dayanıblar. Şirin yoxudur oğlan, yox. Vurub, apardım. Sən Leyladan nə bilirsən? Hə? Elə ki həvəsin yatdı gül kimi qızı... Məsud bəy, Leylanın əmisi oğlusan düzdür. Hörmətini saxlamaq vacibdir. Ancaq əgər bir dəfə də Leylanın haqqında belə danışsan... Ancaq bir şərt ilə qoyaram bugün buradan hər şey yaxşılığa qurtarsın. Nə şərt? Leyla həmişə şad olmalıdır. Əgər bilsəm ki, Leylanın hətta bir damcı göz yaşı tökməsinə səbəb olmusan, səni sağ qoymayacağam. Ciddi deyirəm ha. İndi sən qulaq as. Sənə heç vaxt belə bir fürsət verməyəcəyəm. Sənin üçün şərt olan nəsəyə mən canımı verərəm. Ancaq doğrudan da əmi qızın üçün yaxşı ərəm ha. Bismillahirrahmanirrahim. Bu axşam gözəl axşamdır visal üçün. Qohumluq əlaqələrini bağlanmaq üçün. Bu axşam xanım qız Leyla Şərifi və Hamid Tehraninin əlləri bir-birində öz yeni həyatlarına xoşluqla başlayacaqlar. Bu axşam sənin üzün bir başqa cür görünür. Bu axşam şirin dilinin halvası başqadır. Bu axşam ləl gülünün bir başqa budağı açır. Bu axşam sərv qəddin bir başqa cür ucadır. Bu axşam
o ayının üzü tale çarxına yerləşmir. Və o sikkədə tale çarxın kimi başqa cür fırlanır. Xanım Leyla Şərifi, mənə nikah bağlayan kimi icazə ver ki, səninlə Hamid Tehranı arasında nikah bağlayın. Mehriyə və başlıq kimi bir Quran-ı Kərim, güzgü, Şamdan bir dənə nabat və 110 dənə bütöv baharı azadı sikkəsi Mövləl Müvəhhidin, İmaməl Müttəqin, Əsədullahil Qalib, Ali ibn Əbu Talib niyyəti ilə Allaha təvəkkül elə, Allaha mərhəmət elə və gözəl hə sözünü deməklə bağlanmağı və birləşməyi başla. Mən vəkiləm. Ata-anamın və böyüklərin icazəsi ilə. Hə. Əllərimizi dua üçün qaldıraq. Mübarəkdir. Təşəkkür. Bismillahirrahmanirrahim. فَأَنْكِحُمْ لَيَامَا مِنْكُمْ وَصَالِحِينَ مِنْ عِبَادِكُمْ وَإِمَاكُمْ أَنْ يَكُونُوا فُقَرَاءَ يُغْنِهِمُ اللَّهُ مِنْ فَضْلِهِ وَاللَّهُ وَاسِعٌ عَلِيمٌ زَوَّجْتُ مُوَكِّلَتِي لَيْلَى لِمُوَكِّلِي حامد على الصداق المعين. O gündən sonra, düz o dəqiqə Quranı öpüb hə deyəndən sonra hər şey dəyişdi. Adamlar daha bir neçə dəqiqə qabaqki adamlar deyildilər. Şəhərin, evin, universitetin qapı bacası da daha o şəkildə deyildi. Nə Hamid, nə mən, nə o günlərimizin dünyası heç nə bir neçə dəqiqə qabaqki deyildi. Az danışan və utancaq Hamidin indi mənim üçün danışmağa nə qədər sözü var idi. Məni güldürürdü, birlikdə qaçırdı, birlikdə qışqırırdı. Burada əgər dedi neynəməliyik? Neyləyək? Qışqırıq. Yox qız. Sadəcə bir qışqırıq. Yox, uşağıq Nə bəyəm. olar? Leyla. Xahiş Mən dükkan edirəm. arxasındayım, fikrim dağılır. Fikrin dağılmaz. Qulağım çar olar. Qışqıraram ha. Qışqırmayasan ha. Qışqıracağam. Qışqırma. Qışqırma, lütfən. Hamid, Bəli. Hamid. Qışqırmaq bir dənə. Yox, Bir dənə. Əsla. Yaxşı. Leyla. Məşhur olduğumu hiss eləyirəm. Bütün şəhərin dilinə düşməyimi hiss eləyirəm. Əcəb qafiyədir, şeir oldu. Bilməm, ciddi deyirəm. Hamı deyir dəli olmuşam. Hə, hamı düz deyir də. Onlar mənim bildiyim şeyləri bilmirlər. Bəyəm sən nə bilirsən? Günəş batanda Hə? demirəm. Yaxşı, əvvəlini deyirsən, qalanını Demək demirsən. Hə, Leyla de də. Demirəm. Əşi de də, niyə Qışqıraram, incidirsən? ilişmə. Atamgil gəldilər. Əsla qışqırma ha Leyla. Leyla sakit ol. Leyla gəl içəri. Gəl içəri. Sən doğrudan da dəlisən ha. Bu mənə dediyin ən yaxşı şeydir. İnana bilmirəm, bu qədər müddət gözümün qabağında olmusam mən görmürdüm. Bəlkə siz düz görmürdünüz. Ancaq söz verirəm bundan sonra gözünə görünəcəyim Leyla xanım. Sən ancaq ol. Qulluğunuzdayam. Bura evimiz olmalıdır Leyla. Evimiz? Hə, evimiz. Vay, evimiz, səni sevirəm. Yaxşı, mən qələt elədim. Evimiz, səni sevirəm. Leyla, atan eşidər eləmə. Hacəli, səni Leyla. sevirəm. Şərifə xanım, səni sevirəm. Nə qədər ki qışqıracaqsan danışmağa qoymayacağım. Sakit ol. Yavaş. Yavaş. Səni sevirəm.
Xanım Leyla Şərifi, siz mərhum Mənsur Şərifinin varisisiz. Onun bu sənədlərə görə bəzi vekselləri və borcları olub. Bəli, cənab hakim. O varisdir. Ancaq belə deyim ki, mərhumun ers mirası borcularından və veksellərindən olduqca azdır. Qanunun 240-cı maddəsində deyilir, vərəsə qəbul eləsə... Hər halda o mərhumun öhdəlikləri fərdi malik və onun sağ olduğu dövrlə bağlı deyildi. Qanunun 248-ci maddəsinə əsasən, vərəsə bütün veksellərin ödənilməsinə məsuldur. Eyni zamanda bu məhkəmə dosyasının bir hissəsidir. Amma özü ilə bağlı bu sənədlərə görə bu şirkətin adı altında böyük miqdarda maliyyə öhdəlikləri vardır. Cənab hakim, şirkət olub. Təkcə xanım Şərifi olmayıb ki. Məsud Şərifi və Leyla Şərifi ortaqlıqlarının payına görə zəmanət veriblər və borcludular. Yaxşı, indi bu Məsud Şərifi hardadır? Məsud Şərifi... Xaricədədir, cənab hakim. Əlbəttə bizim həbsə almaq hökmü varımızdır. Ancaq təəssüflər olsun ki, əlimiz ona çatmır. Hər halda ortaqlıq şirkətidir. Yəni ortaq tərəflərdən birinin olması, hətta payı az olsa belə, o şəxs şirkətin bütün borclarının zəmanətçisidir. Bu hesabla xanım Leyla Şərifi bütün bu veksellərin və öhdəliklərin zəmanətçisidir. Xanım Şərifi, nə edirsiniz? Axır ki, veksellərin çoxu sizin öhdənizədir. Ödəmək imkanınız var? Yox. Bizim işimiz nə olacaq cənab hakim? Mənim bir şeyim yoxdur. Yoxundur. Necə yoxundur? Cənab hakim, bütün bunlar tamaşadır. İcazə verin. Axır ki, sizin şikayətçiniz var. Belə vəziyyətdə mütləq həbsxanaya gedəcəksiniz. Mən zəmanət verirəm, cənab hakim. Mən zamin oluram. Sənəd və vəsiqədə var. Cənab Mohsinə. Zavod və şirkətin sənədləri. Dəyərləri də bəllidir. Cənab hakim, iş sənəddən və vəsiqədən keçib. Biz pulumuzu istəyirik. Biz nə bu kişini tanıyırıq, nə də zəmanətini qəbul edirik. Bizə borclu olan bu xanımdır. Biz pulumuzu istəyirik. Araşdırılmalıdır. Mütəxəssis araşdırılmalı. Bizim bu işlərlə işimiz yoxdur, cənab hakim. Bu xanım ya bizim pulumuzu verir, ya həbsxanaya gedir. Vəssalam. Siz pulunuzu istəmirsiniz bəyəm. Bu zəmanət vermək istəyir. Cənab hakim, zəmanət bizim üçün pul olmayacaq Onu daha mən müəyyən edirəm. Bu xanım vəsiqə araşdırılana qədər həbsə gedir. Cənab hakim, bu zavodun dəyəri bu şikayətçilərə olan borcudan çox-çox artıqdır. Mən oturub onlarla danışacağam, razılığa gələcəyik. Hələlik sənəd və zəmanət təsdiq olunana qədər müvəqqəti saxlanılma qərarı verilir. Bu qız ziyastadır. Təzəlikdə bütün ailəsini itirib, atası, anası, həyat yoldaşı, evdə bir südəmər uşağı var. Sizin üçün eləyə biləcəyim yeganə şey budur ki, məhkəmənin vaxtını qabağa salın. Ancaq bu. Bu 2 gün ki, cümə axşamı və cümədir, iş günü deyil, düşür şənbəyə. Şənbə məhkəmə günüdür. Amma əgər şənbəyə qədər şikayətçilərin razılığını ala bilsəz, iş tamamilə bitəcək. Bir vaxt qəmbuz eləmə qızım, düzələr. Hər necə olsa razılıqlarını alacaq. Mən problemə düşməyinizi istəmirəm. Bu nə sözdür qızım? Sən bizim yanımıza qayıtmalısan, evinə, uşağının yanına. Uşaq? Bu günlər belə qalmayacaq qızım. Keçib gedər. Mən sənə söz verirəm. Atanın sözünə etibar eləyə bilərsən. Nə oldu Leyla? Hələlik heç nə. Şənbə məlum olacaq. Mənim ki hökmüm verilib. Mənim üçün sənəd vəsiqə qoyan olmadı. Adamdakı razılıq vermədi. Yaxşı, yəni indi nə olacaq? Ya gərək pulunu vereyim, ya da ki burada qalım.
Çox yaxşı. Siz bu formaları tələbə işləri üzrə müavinə təhvil verərsiniz. Salam. Salam. O ay üzünə Əzizim, salam. necəsən? Əzizim. Salam. Salam. Salam cənab Tehranı. Yaxşısan? Yaxşısınız, Hər sağ şey olun. yaxşıdır. Sağ Hacı olun, yaxşıdır. Allah'a şükür. Uşaqlar diqqət eləyin. Baxın buna. Heç çətin deyil. Çox da asandır. Bir şey değil. Hə, əgər bir şey deyil, izah elə. Baxın, bu daha fn kiçik və bərabərdir. Salam. Nə əcəb biz təzədən sənin gülməyini gördük. Gedək. Leyla, bu nədir? Nikahlandıq. Əcəb maraqlı üzvüdür bu beyin. Doğumdan ölümə qədər düz işləyir. İmtahandan və nikah süfrəsindən başqa. Axı kül olsun. Salam. Başına bu qədər sənə izah elədim mən. Uşaqlar, Hamid uşaqlar. Salam. Salam qardaş, mübarəkdir. Çox mübarək olsun. Salam. Salam, mübarək olsun. Buyurun. Sağ ol. Bu da birinci üniversitet günümüz. İnanmağım gəlmir. Mənim üçün yuxu kimidir. Birincilər həmişə yadında qalsın. Sadəcə hər şey yadımda qalır. Birincilər, axırıncılar, hamısı. Mənim də elə. Doğrudan sənin niyə maşının yoxdur? Belə rahatam. Sən niyə gətirməmisən? Səninlə rahatam. Gərək bir evə gedəm, sonra da gedim zavoda. Sən universitetə qayıtmamısan bəyəm. Daha zavoda getməyin lazım deyil. Eşitmədin atam nə dedi? O atamın həyatıdır. Hacı Əli Tehrani. Mən əgər həyatım olmasını istəyirəmsə işləməliyəm. Kərpic həyatımı qurmalıyam. Həyatımızı. Hə, həyatımızı. Axı mən nə qədər də həyatımıza vurğunum. Hamid, istəyirəm tez öz ev eşiyimizə gedək. İstəyirəm görəm necə yaşayırıq. Hami kimi? Yox, Hami kimi deyilsən. Fərqlənirsən. İstəyirəm görəm nələr eləyirsən, haralara gedirsən. Nə deyim? Heç olmasa bir gün Hamid olmaq istəyirəm. Sən hər nə eləyirsən eləyim, sən hara gedirsən gedir. Əminsən? Hə. Yaxşı. Bəs qaçı avtobusa çataq. Mən qaçmayacağam. Qaçırsan. Yox, qaçmayacağam. Gəl bir iş görək. Hər kim uduzsa həyatımızın birinci naharını o hesab edir. Yox. Niyə? 1, Leyla. 2, gəlirsən. Hər şey incitmə də. Alo. Alo. Burada tənbəl nə qədər yatırsan? Bir şey oldu. Bəyəm sən bugün mənim kimi olmaq istəmirdin? Ha? Sən dedin bugün. Hamid, yuxum gəlir. Sabah səhər sənə zəng eləyərəm. Alo. 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 İncitmək istəyirdim. Sən ki dedin, Bilmirəm niyə səni incitməkdə ləzzət eləyirəm. çox namərdsən. Xahiş eləyirəm. Yaxşı, indi nə eləyək? Neyləyək ki, mən oyanmışam da. Sən həmişə gecənin bu vaxtı durursan. Hə. Niyə? Riya üçün. Başa düşdüm. Hə, indi yatmaq istəyirsən? Yox. Bəs dur da. Bir şey deyil. De. Əgər desəm bacarmıram, narahat olarsan. Yox. Mənə öyrədərsən. Doğrudan? Bugün Hamid olmalıyam.
Salam. Salam qızım. Allah qəbul eləsin. Dayan. Ne oldu? Yoruldun? Bir fikirləş, heç deyiledi. Sen ki 2 addım qaça bilmirsən, niyə hər nə olur deyirsən qaçaq 1 2 3? Səni nəzərə alıram indi. Məni nəzərə alırsa mən gündə 6 kilometr qaçıram. Ancaq 6 kilometr? Çox. Çox nə, çox yaxşıyam xanım xatuna, ya nə? Çox yaxşısan. Doğru da? Yox. Niyə hə? Bəs qaç. Dayan. Salam. Salam. Yorulmayasan. Sağ ol. Dərs necə idi? Bilmirəm. Bilmirsən? Sən ki yoxsan mənim üçün heç yaxşı keçmir. Elə ancaq vaxt itirirəm. Gülmə, ciddi deyirəm. Qışqıraram ha. Yaxşı. Bu da mənim iş yerim. Bura çox yaxşıdır. Çox. Mən uşaq olanda həmişə yayları burada işləyirdim. Gəl. Sadıqcan salam. Salam. Salam Hamid. Salam aleyküm. Buranın bu qədər böyük olduğunu fikirləşmirdim. Atam deyən kimi bizim və çoxlarının ruzusu buradadır. Gedək otağımı sənə göstərim. İşim var. Bugün yox, ancaq sabah bir iş görüşməm var. Hə, sonra nə eləyirsən? Dərsin olmayanda. Ha, sonra فَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ وَاعْتَصِمُوا بِاللَّهِ هُوَ مَوْلَاكُمْ فَنِعْمَ الْمَوْلَى وَنِعْمَ النَّصِيرُ. İnanmağım gəlmir. 20 səhifə oldu. Buna deyərlər bir cüz. Onlar bəyəm. Axı necə? Mənim hələ inanmağım gəlmir. Hamid, Bəli. mən çox təəssüf eləyirəm. Sən mənə görə o müsabiqəyə gedə bilmədin. Yox, elə də pis olmadı. Bəzi vaxtlar öz-özümə fikirləşirəm. Allah qulağımı vurmaq istəyirdi. Axı niyə? Bilmirəm. Bəlkə istəyirdi diqqətim, niyyətimin düz olmasına olsun. Bir vaxt yolum əyri olmasın. Danışmağından xoşum gəlir. Bəzi vaxtlar nə dediyini başa düşmürəm. Ancaq xoşum gəlir. Bunlar səni yormur. Bəlkə inanmayasan Leyla. Mən bu ayələrdən bəzilərini əzbərləmək, təsbit və təkrar üçün 1000 dəfə oxumuşam. Ancaq hər 1000 dəfə ki oxuyuram elə bir birinci dəfədir. İnan. Hansı hissin var? Hissim... Bilmirəm necə deyim. İzah eləyə bilmirəm. Oxuyanda elə bir yerdə deyilsən. Yüngülsən, sakitsən. Sanki heç bir şeyə aid deyilsən. Çox qərq olanda göydən işıq yağdığını hiss eləyirsən. Sanki işıq yağışıdır və sən suyun üstündə gedirsən. Atası yansın riyanı. Özün dedin, ər-arvad arasında heç bir riya yoxdur. Hə, yoxdur. Mənə də öyrədərsən. Ciddi? Mənim səninlə zarafatım var bəyəm. Yaşımdasan ya necə? Axı... Nədir? Mənə yaraşmır. Yox. Niyə? Ancaq axı... Gicbəsər özünsən. Yox, o qədər də gicbəsər deyilsən, amma birdən şok oldum. Yaxşı, gəl bir iş görərik. Mehriyəmin əvəzinə sən mənə kömək elə Quran əzbərləyib. Nə deyirsən Leyla? Elə indi. İndi? Hə, indi. Yaxşı. Ayətül Kürsüdən başlayaq. Özünü, əzizlərini və sevdiklərini qorumaq üçün. Ayətül Kürsünü bilirəm. Bilirsən? Qolun sınan vaxtlar idi. Uzaqdan oxuyub sənə üfləyərdim. Doğrudan? Hə. Bismillahirrahmanirrahim. Allahu la ilahe illa huvel hayyul qayyum. La ta'khuzuhu sinatun wa la nawm. Lahu ma fis samawati wa ma fil ard. Man zallazi yashfa'u indahu illa bi'iznihi.
یعلم ما بین ایدیهم و ما خلفهم ولا یحیطون بشیء من علمه الا بما شاء وسع کرسیه السماوات والارض ولا یئوده حفظهما و هو العلی العظیم. Bunlar mənim sənədlərim. Tələsmə, səbrin olsun. Hacı, mən sabah üçün bunlarla görüş təyin elə. Belə oldu ki, sabah gəlsinlər bura oturub danışaq. Tüm var yoxumu sataram, qoymaram içəridə qalsın. Əgər başqa bir alacağı olan ya şikayətçi olsa da mən ona zavalım. Hadisə ki, xeyirdir inşallah. İki mühüm şərtim var. Qoyma indidən sən üçün qərar versinlər uşaq. Məsud, Bir hadisə baş verdiyini hiss edin. bir hadisə baş verir. Elə danışırsan, elə bil heç nədən xəbərin yoxdur. Ürəyinə piç gətirmə. Hər şey təzə başladı. گفتم این آغاز پایان نداره عشق اگر عشق است آسان نداره گفتی از پاییز باید سفر کرد گرچه گل تاب طوفان ندارد آنکه لیلا شد در چشم مجنون هم نشینی جز باران ندارد گفتم این آغاز پایان ندارد عشق اگر عشق است آسان ندارد آن بهاران کو آن روزگاران کو زیر باران آن حال پریشان کو بازان من آسیم سر بیبال و بی پر مانده جای تنهایی در سینه ها مانده رفته مجنون اشکی به ساغر مانده گفتم این آغاز پایان نداره عشق اگر عشق است آسان ندارد گفتی از پاییز باید سفر کرد گرچه گل تا